OTK sınaq üçün izahlarına baxaq. Deməli, A şəhərindən A-nın özündən özünə bir ilgey var, keçid var. A-dan B-yə bir yol var. A-dan D-yə bir yol var. A-dan C-yə bir yol var. Daha sonra B-dən A-ya yol var. B-dən C-yə yol var. C-dən A-ya yol var. C-nin özündən özünə yol var. Bir ilgək qoyuruq bura. C-dən D-yə də bir yol var. C-dən B-yə də bir yol var. Bu çəkilib yol artıq. D şəhərindən A-ya, bir də C-yə yol var. Və bundan sonra tilləri sayırıq. 1 til, 2, 3, 4, 5, 6, 7 dənə til. Yəni 7 dənə tili var bunun. İkinci testdə baxsaq, ikinci testdə deyir A-dan G təpəsinə, Y təpəsindən keçməklə neçə yolla getmək olar? Bu zamanda bunun bir qaydası var. Qaydanı yəqin ki, hamı bilir. Bir şəhərdən neçə yol digər şəhərə daxil olursa, həmən şəhərdən də o qədər yol çıxmalıdır. Amma bizə nə lazımdır? Bizə yalnız Y təpəsindən keçməklə, yəni D-dən çıxan çıxışlara X qoyuram. Daha doğrusu D-dən çıxışına X qoymayaq. D-yə daxil olana digərlərinə. Məsəl üçün C-dən D-yə daxil olur. Bura X qoyaq ki. Çünki Y-nin özündən də D-yə yol daxil olur. Daha sonra B-dən baxın birbaşa G-yə keçid var. Bura bir X qoyuruq. Bu yol bizə lazım deyil. Yerdə qalan yollara baxaq. A şəhərindən Y şəhərinə bir yol gəlir. A-dan C-yə bir yol gəlir. A-dan B-yə bir yol gəlibsə, B-dən də C-yə bir yol gələcək və C şəhərinə 2 yol daxil olubsa, C şəhərindən 2 yolda çıxacaq Y şəhərinə. Y şəhərinə C-dən 2 yol, A-dan 1 yol, yəni 3 yol daxil olubsa, Y-dən 3 yol çıxacaq G şəhərinə. Y-dən 3 yol daxil olacaq F şəhərinə. Y-dən 3 yol daxil olacaq D şəhərinə. D-yə 3 yol getdiyinə görə D də F-ə 3 yol qaytarır. D-nin özündən də G-yə bir dəfə 3 yol daxil olur. F şəhərinə 6 yol daxil olduquna görə 6 yol çıxır G-yə. Və beləliklə G şəhərinə F-dən 6 yol, E-nin özündən 3 yol, D-dən də 3 yol gəlmiş olur. 12 müxtəlif yol gəlir. Üçüncü testə baxaq. 1, 3 və 5 rəqəmlərindən təşkil olunaraq bir ağac modeli qurun və ağac modelində 1 və 3 təkrarlanmamaq şərti ilə qiymətləri tapaq. 1, 3 və 5 ağac modelini qursaq əgər, 1 ilə başlasaq 3 rəqəmlə də olmalıdır. 1 ilə başlayırıqsa biz burada artıq 1-i təkrarlaya bilmərik. 3 və 5 rəqəmlərini ala bilərik ikincidə. Üçüncü addımda isə artıq 3 burada təkrarlanmaz. Yalnız 5 təkrarlana bilər. Bu hissəni silə qarışıq düşməsin. Daha sonra 5 qolu ilə gələriksə, amma bir dənə 5 təkrarlanmaz. 3 və 5-in özünü yaza bilərik bu qolda. 3 qolu ilə gedəriksə, 3 ilə qiyməti başlayarıqsa, bura 3-ü yaza bilmərik. 1 və 5-i yaza bilərik. 3, 1 qolu ilə gedəriksə, burada yalnız 5 yazılacaq. Yox, əgər 5 qolu ilə gedəriksə, burada 1 və 5 qiymətlərinin yazılma ehtimalı var. 5 qolu ilə 5 rəqəmi ilə başlasaq, 1, 3 və 5 rəqəmlərini yaza bilərik. Əgər ikinci qiymət 1 olarsa, üçüncü qiymət 1 ola bilməz, 3 və 5 ola bilər. Burada əgər ikinci qiymət 3 ola bilərsə, növbəti qiymət 1 və 5 ola bilər. Burada isə 1, 3 və 5 qiyməti ola bilər. Çünki 5-in təkrarlanmasının bir ziyanı yoxdur. Və ən sonda alınan qiymətləri sayın deyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 qiymət ala bilirik ən sonda. Baxaq 4-cü tapşırığa. Verilmiş qraf modelinin qonşuluq siyahısını müəyyən edin. Qonşuluq siyahlarına baxsaq, B-nin qonşuları E-dir, A-dır, C-dir. B-dən başlamayaq, elə A şəhərindən başlayaq, A-dan başlayaq buradan da. A-nın qonşuları B-dir, C-dir, E-dir. B, C, E. B-nin qonşuları A-dır, B-dir. B-nin öz qonşuları A-dır, E-dir, C-dir, D-dir. Aha, görürük ki, ikinci də uyğun gəldi. C-nin qonşularına baxsaq, bunlar da görürük ki, yerindədir. Hamısı A, F,
F-lə də baxın, buradan bir xəttə F-ə gedir. D-nin qonşularına baxsaq, D-nin qonşuları C idi, B idi və E idi. E-nin qonşuları B, F, D, A və F-in qonşuları C ilə E. C, bir də E, F-in iki qonşusu var. Doğru cavab A variantıdır. Beşinci tapşırığa baxsaq, qonşuluq matrisinə uyğun qrafı deyir tapın. Bunu kiçirdək, rahat görək hamısını. Deməli, burada nə var? A-nın qonşuları. A-dan B-yə keçid var. A-dan D-yə keçid var. Baxıram ki, A-dan B-yə və D-yə keçid var. Sonra B-nin qonşuları. B-dən A-ya, C-yə, D-yə. B-dən A-ya, C-yə, bir də D-yə keçid var. C-nin qonşuları B və E idi. C-nin qonşuları baxıram ki, həqiqətən E və B idi burada. D-nin qonşuları A, B, E idi. Aha, D-nin qonşuları A, B, E idi, düzdür. E şəhərləridir. E-nin də qonşuları C ilə D idi. E-nin qonşuları bir tərəfində, sağında C, solunda D idi. F-in də qonşuları B və D idi. F-in də qonşuları B və D şəhərləridir. Doğru cavab A variantı. Altı tiplilərə baxaq. Altı tiplərin ümumiyyətlə, altı tipli tapşırıqlarda tapşırığa baxmaq tərzi, baxmaq forması necə olur? Burada bizə deyir ki, A, B, C, D, E, F təpələrindən ibarət qraf verilib. Bu qrafın çəki matrisində təpələr 1, 2, 3, 4, 5, 6 rəqəmləri ilə işarələnmişdir. Qrafdakı hansı təpənin hansı rəqəmlə ifadə olunduğu öncədən məlum deyil. Yəni, biz bildiyimiz kimi birinci A, B, C, D gəlməyə bilər. Burada fərqli ola bilər. Və bizə nə deyir sonda? Deyir, bunların hansı rəqəmin hansı hərfə aid olduğunu tapıb, A-dan E-yə gedən ən qısa yolu tapmalıyıq. Bunu biraz da yaxınlaşdım, daha yaxşı görək. Deməli, burada necə baxırıq? Birinci görürəm ki, kənarda bir qonşusu olan bir şəhərim var, o da F-dir. Yuxarıda da bir dənə 4-dür bu. Ona görə 4-ə F yazıram. Deməli, bu dördüncüdür. Dördüncü F-dir. F-in yaxşı nə ilə qonşuluğu var? F-in 5 ilə qonşuluğu var. Deməli, C 5 olacaq burada. 5-ə C yazacaq. 5-lərə C yazaq, 4-lərə F yazaq bu başdan. Və C-nin qonşularına baxsaq, C-nin E ilə qonşusu var. D ilə, B ilə qonşusu var. Hətta A ilə də qonşusu var. B ilə qonşusu yoxdur C-nin. C-nin E ilə, D ilə və A ilə 3 dənə qonşusu var. C də əgər 5-dirsə, 5-in bir qonşusu deyək ki, 20-dir. Bu 20-ni yazaq buradan. Digər qonşusu E, D, A-dır. E-nin özünün iki qonşusu var. Biri C-dir, biri A-dır. Yəni buna, məsəl üçün desək ki, E 1-dir. 1-ə baxıram ki, 1-in 3 qonşusu var. Deməli, E ola bilməz. 1. Desək ki, E 2-dir. 2-nin baxıram 2 qonşusu var. Bunun olma şansı var. Digərinə də baxaq. Desək ki, 15 3-dür. 15 kilometr olan yoldur. Məsəl üçün də 3-dür. 3-ün özünün isə 4 qonşusu var. Deməli, E burada 2-dir. Çünki bir dənə 2 qonşusu olan ikincidir burada. E yazaq, bura F yazaq. E. Deməli, 5-cinin bir qonşusu oldusa əgər 2, E oldusa, burada yazaq 12, yolun uzunluğu 12-dir. Və 2-nin həmən E-nin bir qonşusu bu C-dirsə əgər, bəs ikinci qonşusu hansı olur? İkinci qonşusu da 3 olur. Deməli, A-da 3-dür burada. 3-də A-dır. A-ya da 3-ü yazır. A 3-dürsə əgər, A-nın bir qonşusu, üçün bir qonşusu 1-dir. Bir qonşusu 2-dir. 2-nin E olduğunu tapmışıq. Bir qonşusu C-dir. C-nin 5 olduğunu tapmışıq. Bir qonşusu da 6-dır. 6-nın indi hansı rəqəm olduğunu bilirik. Buradan da bir məntiq tapaq ki, əgər A-nın digər qonşusu
altıncı qonşusu D olsa, altıncısı qonşusu D olsa, D-nin özünün gərək 3 qolu olsun. Amma baxıram ki, 6-nın burada 2 qolu var. Deməli, bu ancaq B ola bilər 6. B-yə 6 yaza bilərik. Çünki B-nin 2 qolu var. Biri D-yə gedir, biri A-ya gedir. B. Yerdə qaldı bir dənə 1, bir də qalır D-yə. Belə. Və 3-dən 2-yə gedəndə, 3-dən 2-yə 25-dir yolun ölçüsü. 3-dən 5-ə gedəndə yolun ölçüsü 15-dir. 3-dən 1-ə gedəndə yolun ölçüsü 6-dır. 1-dən 5-ə gedəndə yolun ölçüsü 4-dür. Bura qədər məncə kifayətdir. Bir dənə də 3-dən 6-nı da yazsaq, eybi yoxdur. 3-dən 6-ya gedən yolu da yazsaq, yolun ölçüsü 10-dur. Bizə nə istəyir? Ən qısa yolu istəyir. A-dan E-yə. Yəni 3-dən 2-yə ən qısa yolu istəyir. Burada 25 görürəm bir. Bəlkə 25-dən daha kiçiyi var. Bir də baxaq. 3-dən gedərik D-yə 6. 6-dan gedərik D-dən gedərik C-yə 4. 6-nın üstünə 4 eləyir 10. C-dən də gedərik E-yə. Onun üstünə 12. 22. 20. Ən qısa yol baxın budur. A-dan D-yə, D-dən C-yə, C-dən E-yə. 22 eləyir yolun ölçüsü. Amma yerdə qalan digər yollarda qiymət böyüyür getdikcə həmin yolların. Məsəl üçün 3-dən deyək B-yə gəlsək 10, 6-dan da 1-ə keçidi var bir də. 6-dan da 1-ə 6-dır. Eləyir B-dən də D-yə getsək 16, D-dən C-yə getsək 20. Burada yenə 12 var. 16, 16'nın da üstüne 4, 20, bu da eləyir 32. Çox eləyir digər yollar. 7-yə baxalım. 7-də qrafda dövrələrin sayını istəyir. Dövrələrin sayını sayıb yazmaq lazımdır ki, neçə dənə dövrə var. Deməli, baxaq burada A-dan B-yə, B-dən D-yə. A-dan gedərik burada. 7-nin izahına baxsaq, deməli A-dan B-yə, B-dən D-yə, D-dən A-ya. Bax, bir dövrəni burada başa vura bilirik. Bəlkə də qələmin rəngini dəyişir, məncə heç dövrələri saçmayaq. Sonra keçə bilərik buradan A-dan E-yə, E-dən C-yə, C-dən F-ə, F-dən D-yə, D-dən A-ya. Baxın, bu formada. Bu C-ni gətirib buradan yazsaq, heç çaşmarıq məncə. C-yə, C-dən F-ə, F-dən D-yə, D-dən A-ya. Daha sonra bir dənə də burada bir belə yol gedə bilərik ki, A-dan E-yə keçərik. E-dən F-ə keçərik, F-dən A-ya birbaşa heç D-yə keçmərik. Başqa yol baxsaq. A-dan F-ə keçərik. F-dən D-yə keçərik, D-dən A-ya keçərik. E şəhərinə keçmədən. Amma bir dəqiqə, burada A-dan E-yə keçdiksə, E-dən F-ə yol yoxdur. E-dən F-ə keçmək üçün biz C-dən keçməliyik. Ona görə bu yolu silək. Bu yolu silək ki, bunu aşağıdakını bir də yazarıq. Deməli, A-dan E-yə, C-yə, F-ə, D-yə, A-nı keçirik. Sonra bir dənə də yol belə var. A-dan E-yə, E-dən C-yə keçərik. C-yə, C-dən keçərik F-ə. C-dən F-ə keçərik. F-dən birbaşa gələrik A-ya. D-yə keçmədən. Sonra bir yolda belə gələ bilərik. A-dan F-ə keçərik birbaşa. F-dən D-yə keçərik. D-dən A-ya keçərik. A-dan F-ə, F-dən D-yə, D-dən A-ya. Bir yolda belə gələk. A-dan F-ə bir də keçərik. F-dən D-yə, D-dən B-yə gələrik. D-dən buradan yolumuzu uzadıq B-yə. B-dən A-ya keçə bilərik. 2, 4, 5 dənə variant. Bir dənə də ümumi hamısından da belə keçə bilərik. Deməli, A-dan E-yə keçərik. E-dən F-ə keçərik. F-dən C-yə keçərik. F-dən C-yə. Bir dəqiqə, A-dan keçdik E-yə.
E'dən keçdik C'yə. E'dən C'yə yol var. E'dən C'yə keçərik. C'dən F'ə keçərik. F'dən D'yə keçərik. D'dən B'yə keçərik. B'dən də A'ya keçərik. Bir dənə də bütün hərfləri dövr eləmək üçün bu yoldan istifadə edərik. Olur 2, 4, 6 dənə variantı. 8-ə baxalım. A təpəsindən F təpəsinə, D təpəsindən keçməyən. D təpəsindən keçməyən deyirsə, D-nin çıxışını bağlamaq lazımdır. Deməli, A-dan B-yə bir yol daxil olur, A-dan E-yə bir yol daxil olur. Əgər B-yə bir yol giribsə, B-dən bir yol çıxacaq, D-dən çıxan yollara çıxışına X qoyuruq, D-dən yol çıxmasın, D-dən yolun bir də bura daxil olması deyil, bunu da bağlayırıq. B şəhərindən G şəhərinə birbaşa bir yol gəlir. B şəhərindən E şəhərinə bir yol daxil olur. B şəhərindən bir yol daxil olur. A-dan E-yə bir yol yazmışıq. C-yə bir yol daxil olubsa əgər, C-dən də bir yol çıxacaq, C-dən F-ə də bir yol çıxacaq. E-yə baxaraq neçə yol daxil olub, 3 yol daxil olubsa 3 yol çıxacaq. F-ə 4 yol daxil olubsa, 4 yol daxil olmayıb, biri də B-yə gəlib, B-dən də G-yə bir yol, 3 yol buradan, 2 yol buradan, 5 yol, ümumi 5 yol çıxmış olur. 9-a baxalım, 9-un izahı necədir? Proqramda deyir, yalnız 2-yə vurma, bir də 3 vahid çıxma əməllərini yerinə yetirmək olur və biz başlayanda 7-dən başlayırıq. 20 ədədini almaq lazımdır. Belə versiyalarda birinci varianta baxardım mən. Deyərdim ki, məsəl üçün, ən kiçiyi budur da. 1, 2, 3, 4, 5 addıma görə bunları yerinə yetirmək olurmu? Bizdən ən az neçə addıma yerinə yetirə bilərsən, deyir, 20-ni almaq üçün. 7 ilə başlasam, 7-ni 2-yə vursam çox uzun gedəcək, düşünürəm. Çünki 14 eləyir 2-yə vuranda. 3 çıxaram, 7-dən 4 alaram. 4-ü vuraram 2-yə, 8-i alaram və 8-dən 3-ünü çıxaram, 5-i alaram. 3-cü addımda 5 qiymətini aldım artıq. 4-cü addımda 5-i 2-yə vuraram, 10-u alaram. 5-ci addımda da 10-u 2-yə vurub 20 alaram. Ona görə elə 5 addım doğrudur. Ən kiçik, ən az 5 addıma yerinə yetirmək olur. Çəkili qrafda A təpəsindən K təpəsinə gedən ən qısa yolu tap, deyir. A-dan K-ya gedən. A-dan D-yə gedərik, D-dən K-ya gedərik. 18 addım eləyər. 18 addım böyük addımda heç variantda yoxdur. A-dan C-yə gedərik. 12 C-dən K-ya gedərik. 16 addım eləyər. 16-dan da kiçik ola bilsin olar. A-dan D-yə gedərik. D-dən C-yə gedərik. 7, o da 4. Eləyər 11 addım. C-dən də K-ya gedərik. O da 4 addım. Bu eləyər 15 addım. Ən kiçik elə 15 addımdır. 11-ə baxalım. Çəkili qrafda ən uzun dövrənin ölçüsünü tapın. Ən uzun dövrə nədir? Qiyməti ən uzun olan dövrədir. Görək hansının qiyməti burada daha uzundur. Belə baxalım bura. Nə qədər uzun getsə, bir o qədər qiymət uzun alınacaq. Uzun getməyimiz üçün də deməli. Başlayaq belə. A-dan başlayaq. A-dan C-yə keçərik. A-dan C-yə 18-dir. C-dən E-yə keçərik. C-dən E-yə keçəriksə, burada 5 addım var. E-dən təzədən D-yə gedərik. E-dən D-yə 11. Daha sonra D-dən də keçəyin B-yə. Biraz da yolumuzu buradan uzadağım. B-yə keçsək üstünə bir dənə də 14 gələrik. Və B-dən də A-ya keçərik. B-dən də A-ya keçəndə üstünə 6 gələrik. Bu eləyər 20, 31, 48, 49, bu da 5, 54. Ən çoxu elə 54 variantlardadır. Ən böyük 54 olur. Qonşuluq matrisinə görə qonşuluq siyahısını deyir, müəyyən edin. Qonşuluq siyahılar, bax bu aşağıda gördüklərimiz siyahıdır.
Qonşuluq qrafın çəkdiysə, qraf ayrı. Qraf gördüyümüz kənarda çəkilən qraflardır, bunlardır. Siyahı isə gördüyünüz variantlarda olanlardır. Deməli, elə birinci A variantına baxaq. A-nın qonşuları B, D, E, B, D, F düzdür. B-nin qonşuları B, C, D, F, B, B-nin qonşuları A, C, D, F doğrudur. C-nin qonşuları B ilə E idi. B ilə E idi, doğrudur. D-nin qonşuları A, B, E, F-dir. Y-nin qonşuları A, C, D idi. A, Y-nin qonşuları deməli, biri A-dır, C-dir, D-dir. Doğrudur. F-in də qonşuları B ilə D doğrudur. Elə A variantıdır. Doğru cavab. 23-ə baxaq. Bir dəqiqə 13 gəlir. Hə, mən kursu yanaşı gedirəm. 13-cü tapşırığa baxaq. A təpəsindən İ təpəsinə qədər yolların ümumi, müxtəlif yolların ümumi sayı lazımdır bizə. A şəhərindən əgər B şəhərinə bir yol daxil olub, B-dən A-dan C-yə bir yol daxil olub, B-dən B-yə bir yol daxil olubsa, B-dən bir yol çıxır, B-dən bir yol çıxır, B-dən bir yol çıxır, C-dən bir yol çıxır. Y şəhərinə 2 yol daxil olubsa, biri də D-dən daxil olacaq, 3 yol. Və Y şəhərindən 3 yol çıxacaq F-ə. F-ə 3 yol buradan, 1 buradan. 4 yol daxil olubsa 4 yol çıxacaq. 3 yol daxil olubsa burada 3 yol çıxacaq. Y-yə 3 yol daxil olubsa G-yə də 3 yol ötürəcək. D-yə 1 yol daxil olubsa 1 yol çıxacaq G-dən. H-a 7 yol daxil olubsa 7 yol çıxacaq G-yə. G şəhərinə 11 yol daxil olursa 11 yol çıxır. İ-yə H şəhərindən 7 yol daxil olubsa 7 yolda çıxır. Və sonda İ şəhərinə 11, o da 7, 18 müxtəlif yol gəlmiş olur. 14-cüyə baxaq. Prototip bir də model münasibətini əks etdirmir. Əks etdirməyən varianta baxacağıq. Prototip odur ki, əslidir, bir də onun modelidir. A variantında deyir ki, robot, bir də robotun məntiqi quruluş sxemi. Sxem varsa, burada model var, informasiya modelidir özdə. Məktəb, məktəbin şəkli varsa, informasiya modelidir və məktəbin şəkli. Avtomobil, avtomobilin texniki təlimat kitabçası. Kitabçada təlimatlar var, modeldir bu da. Avtomobil originalı, prototipin özü, bu isə onun modelidir. D-də kompüter, kompüterin prosesoru və yaddaş qurğusu. Burada kompüterin özüdür, bir də onun qurğularıdır, onun modeli yoxdur. Sadəcə onun bir hissələridir, qurğularıdır. Ona görə D variantıdır. Bina isə binanın evakuasiya planı. Plan da bəli bunun modeli hesab olunur. 15-də riyazi model deyir. Riyazi model obyektin ölçüləri dəqiqliklə əks etdirən hər hansı xam maldan hazırlanmış modeldir. Xam mal varsa burada riyazi yoxdur. Obyektin strukturunu sxematik olaraq dəqiq əks etdirən modeldir. Strukturunun sxematikası varsa burada riyaziyyat yoxdur. Obyektin parametrlərin ədədlərlə tam dəqiq əks etdirən burada deyir cədvəl şəklində modeldir. Bu modelin artıq şəklini verdi ki, bizə cədvəl şəklindədir. Desəydik ki, ədədlər şəklində verilib, onda deyərdik ki, riyazi modeldir. Bu deyir cədvəl şəklindədir. Ona görə bunu da götürə bilmirik. D-də deyir obyektin elementləri arasında əlaqəni tənlik şəklində ifadə edən modeldir. Tənlikdirsə, bu riyazi modeldir. 16-ya baxın. Obyektlər arasında əlaqə nə zaman ağac informasiya modeli ilə ifadə olunur? İyerarxik ağac deməkdir. İyerarxik quruluş, ağacvari quruluş. Ağac. İyerarxik sözünü harda görsəz, bilin ki, ağacvari quruluşdur. 17-yə baxaq. Şagirdlərin çantasının hərəsində 3 rəngdə qara, qırmızı və göy olmaqla qələm, deməli qələm var. Sonra nə var? Karandaş var. Və bir də xəttkeş var. Və bunların 3 dənə rəngi var. Şagirdlər bu ləvazimatlardan fərqli rənglərdə və hərəsindən bir ədəd olmaqla neçə üsulla seçə bilərlər. Hər dəfə fərqli rənglər olmalıdırsa, deməli rənglər təkrarlanmamalıdır burada. Birinci qələm 3 rəngin istənilən ixtiyari birini götürə bilər. Ona görə 3 rəngdən biri qələmə düşə bilər. Əgər qələmə qırmızı düşübsə, artıq karandaş qırmızını ala bilmir. Yerdə qalan 2 rəng qalır karandaşa. Karandaş da məsələn göy rəngini alıbsa, yerdə bir rəng qalır, qara rəng deyək ki, o da düşür xəttkeşə. Və burada bunlar bir-birinə vurulur. 3 vur 2, 6, 6 vur 1, 6.
6 müxtəlif versiya eləyir. Doğru ifadələri müəyyən edin. Bütün ağaclar qraf hesab olunur. Bu doğru cümlədir. Bütün ağacların hamısı qrafdır. Çünki ağac şaxələnə gedir. Bu da eynən qrafda olduğu kimidir. Əlaqəsiz qrafda dövrə ola bilməz. Əlaqəsiz qraf heç ümumiyyətlə özü ACD. Belə yazaq. Əlaqəsiz qrafın özü heç qraf sayılmır. Nəinki bu dövrədə olsun. Ona görə bu doğru cümlə deyil. Ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Bir dənə bunun izahına baxın. Bax, məsəl üçün deyir, ağacdır, təpədir və bu ağacdan buna Y yazaq. Təpələr ayrılır tillərlə. Ağacda bir kök başlayır və onlar təpələrə bölünür yenə və bunları tillər ayırır da bir-birindən. Bu hara qədər gedirsə getsin, fərqi yoxdur. Hər dəfə bunu sayanda görəcəksiniz ki, təpələri sayaq 1, 2, 3, 4, 5, 6, 7. 7 təpə, məsələn. Tilləri sayaq 1, 2, 3, 4, 5, 6 dənə til. Həmişə təpə ilə tilin rəqəmləri fərqli olur. Heç vaxt onlar üst-üstə düşə bilməz. Çünki burada əgər bir til çıxdısa, bu tildən sonra hər hansısa bir başqa bir təpə yerləşməlidir burada. Və yaxud da ki, təpə boşu-boşuna burada dayana bilməz ağacda. Mütləq onu tillə bağlamalıdır. Ona görə də bunlar üst-üstə düşmür. Ağacda sırf alınmır bu qayda. Ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilmir. Amma deyir, qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilir. Bəli, qrafın özündə təpələrin sayı tillərin sayına bərabər ola bilir. Niyə? Çünki bax, məsəl üçün deyirəm, A şəhəridir, B şəhərinə bağlanılıb, keçid var. B-dən C-yə keçid var, C-dən də təzədən A-ya keçid var. Sayırıq ki, 1, 2, 3 dənə təpə var. Neçə til var? 3 dənə də til var. Təpə 3 dənə, til 3 dənə. Demək ki, burada eyni ola bilir. 4 doğrudur. Ağac dövrəsiz əlaqəli qrafdır. Bu doğru cümlədir. Ağacda dövrə olmur. Ağac şaxələnə gedir. Ona görə 1, 4, 5 doğru cavab. 19-a baxalım. Qonşuluq matrisinə əsasən E təpəsindən Y təpəsinə neçə müxtəlif yol olduğunu müəyyən edin. Burada qrafı çəkib də yazmaq olar, neçə müxtəlif yolla getmək olarsa. Və yaxud da ki, burada A təpəsindən Y təpəsinə deyirsə, A-dan E-yə deyirsə, F şəhərlərini bulun, tən ortadan, bax, belə diaqonal istiqamətində bölək, F şəhərinə baxmayaq. Yerdə qalan birləri sayırıq. 2, 4, 5, 6. A-dan E-yə gedən 6 müxtəlif yol var deyirik. 20-yə baxaq. Çəki matrisinə əsasən qraf haqqında doğru ifadələri müəyyən eləyin. Deyir, əlaqəli qrafdır. Əlaqəli, yəni bir-birinə əlaqəsi var. A-dan B-yə keçid varsa, B-dən də A-ya keçid var. Bu doğrudur. Yönləndirilmişdir, xeyr. Əlaqə varsa artıq yönlənmiş yoxdur. Yəni birindən digərinə keçid var, amma o şəhərdən digərinə keçid, həmən şəhərə qayıdış yoxdur. Bu səhvdir. Qrafda deyir, E təpəsi D və F-lə birləşir. E təpəsi, yalnız baxıram ki, B və C ilə gəlib kəsişə bilir. Ona görə bu da yanlışdır. Qrafda yalqız təpə var. Yalqız təpə yoxdur qrafda. Hamısı bir-biri ilə qonşudur. Qrafda dövrə var. Bəli, dövrə var qrafda. Dövrə necə var? Məsəl üçün, baxsaz, A-dan B-yə yol var. B-dən də deyək ki, B-dən də deyək D-yə yol var. Buradan D-yə yolu görürəm, B-dən D-yə. Və D-nin də təzədən A-na yolu var. Və burada bir dövrə yarandı artıq. 21-ə baxaq. Qonşuluq matrisinə uyğun qrafın əlaqəsiz olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? Əlaqəsiz eləmək üçün nə edə bilərik biz? Deməli, baxıram ki, A-nın B ilə, bir də C ilə əlaqəsi var. B-nin A-la əlaqəsi, bir də C ilə əlaqəsi var. C-nin AB, bir də D ilə əlaqəsi var. D-nin özünün E ilə və F ilə əlaqəsi var. E ilə F-in də özünün birbaşa aralarında əlaqələri var. İndi baxıram ki, arada hansı şəhərlər, hansı təpələr olmasa, əlaqə kəsilər. Burada A ilə B şəhərini E ilə F şəhəri ilə birləşdirən yalnız C və D-dir. Yəni, ortadan biz D şəhəri ilə C şəhərini silərsək, artıq bunların bir-biri ilə aralarında əlaqə kəsilmiş olacaq.
Deməli, bizə lazımdır burada C və D şəhərlərinin təpələrinin silinməsi. 22-yə baxsaq, 22 tipli testlərdə, 22 tipli testlərdə. Deməli, nə deyir? Burada 1, 3, 5, bir də 10 kiloqramlıq var. Deməli, burada olacaq nə? Dolab, bir də olacaq stol üstü. Deməli, hansı meyvələrdir? Gavalıdır, albalıdır, çiyələkdir, əncirdir. Yavalı, albalı, çiyələk, əncir. Bunlar haqqında nə deyir bizə? Deyir ki, məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Yəni, albalı stolun üstündədir, dolabda deyil. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanına qoyulub. Çiyələk dolabdadır. Çiyələyin yanında da 3 kiloqramlıq bir meyvə var, mürəbbəsi var. Və bir də buradan bunu çıxarda bilirik ki, əgər çiyələk mürəbbəsi dolabdadır, prosta bunun yanında 3 kiloqramlıq varsa, albalı stolun üstündədir. Deməli, albalı 3 kiloqram ola bilməz. Albalı 3 kiloqram ola bilməz. Keçdik sonra. Əncir mürəbbəsi ən böyük qabdadır. Əncir 10 kiloqramlıqdır. Yerdə qalanlara açıq qoyaq. Ən kiçik qab stolun üstündədir. Yəni, o 1 kiloqramlıq qab hansıdırsa, o stolun üstündədir. Bu nə demişdi? Demişdi ki, ikisi dolabda, ikisi stolun üstündədir. Bir də baxaq yuxarıdan. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil, stolun üstündədir yazdıq. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabdadır. Deməli, 3 kiloqramlıq qabda hansıdırsa, o çiyələyin yanındadır dolabda. Və bu da bu deyil. Əncir də digərlərinə açıq qoyaq. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabın içindədir, yanındadır. Əncir mürəbbəsi ən böyük qabdadır. Bunu qeyd elədik. Ən böyük qabdadırsa, bu stolun üstündə olmayacaq. Çünki stolun üstünə cəmi ikisi düşəcək. Onlardan da biri 1 kiloqramlıq qab olacaq stolun üstündə olan. Və bu da əncir mürəbbəsi də dolabda olacaq. Əncir mürəbbəsi dolabda olacaqsa, nə demişdi əvvəlcədən bizə? Qablardan ikisi dolabda, ikisi isə stolun üstündədir. Deməli, dolabda bunların ikisi olacaqsa, bir də gavalı olacaq stolun üstündə. Əncirə, amma niyə stolun üstündə? Əncir mürəbbəsi ən böyük qabdadır. Ən kiçik qab stolun üstündədir. Aha, ən kiçik qab stolun üstündədir. Əncir də ən böyükdür deyə, deməli, dolabda oldu bu. Bir də baxaq. Qabların ikisi dolabda, ikisi stolun üstündədir. Artıq tapdıq ki, bunlardan biri gavalıdır, biri albalıdır stolun üstündə olan. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq mürəbbənin yanındadır. 3 kiloqramlıq mürəbbənin yanındadır çiyələk. Çiyələk özü 3 kiloqramlıq ola bilməz onda. Çiyələk özü 3 kiloqramlıq olmursa, gavalı 3 kiloqramlıq olur. Və 3 kiloqramlıq gavalı da çiyələyin yanındadırsa, bu stolun üstündə yox, dolabda sayılır onda gavalı. Əncir stolun üstündə sayılacaq burada. Və belə artıq sualın cavabını tapmış oluruq ki, burada gavalı mürəbbəsi hansı qabda və harda yerləşir? Gavalı mürəbbəsi əncirə, onda çiyələyə düşür 5 kiloqram.
Özü 5 kiloqramlıqdır, dolabın içindədir. Özü də cavalı da 3 kiloqramlıq cavalıdır. Bunun yanındadır və bu da dolabın içindədir. Bir albalı qalır, 1 kiloqramlıq da olur albalı. Bu da stolun üstündə olan. Çünki burada nə demişdi? Albalı mürəbbəsi demişdi, dolabda deyil. Çünki dolabda deyilsə stolun üstündə olur. A variantı. 23-ə baxsaq, 23-də deyir ki, 23-də nə deyir deməli? A məntəqəsindən birbaşa C məntəqəsinə, C-dən D məntəqəsinə, D-dən B məntəqəsinə, B-dən F məntəqəsinə, F-dən də E məntəqəsinə, E-dən isə B-yə və C-yə çıxış var, yol var. İndi sonda bizə nə deyir? Deyir F məntəqəsindən A məntəqəsinə neçə müxtəlif yolla getmək olar? Belə gedə bilərik də. F-dən E-yə, C-yə, A-ya. Deməli, E, C, A-ya keçə bilərik. F-dən yenə keçərik E-yə, E-dən B-yə keçə bilərik. B-dən D-yə, C-yə, A-ya keçərik. Daha sonra belə gedə bilərik. F-dən B-yə, B-dən E-yə, E-dən C-yə, C-dən A-ya. Bir də belə gedə bilərik. F-dən gedərik D-yə. D-dən keçərik C-yə, C-dən keçərik A-ya. F, D, C, A. Məncə 4 dənə fərqli yol. 4 fərqli yolla formada gedə bilərik. 24-ə baxaq. 24-də qrafda A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayını tapın. A-dan N-ə gedən. A-dan birbaşa N-in özünə keçə bilərik. A-dan keçərik D-yə. D-dən keçərik C-yə, C-dən D-yə, B-dən N-ə. Belə bir uzun yol seçib gedə bilərik. Sonra A şəhərindən keçərik B şəhərinə, B-dən N-ə birbaşa keçərik. Sonra A şəhərindən keçə bilərik D şəhərinə, D-dən B-yə keçərik, B-dən N-ə keçərik. 4 dənə də yol buradadır. Baxaq sonra 25-ə. Səlimə, Səməd, Elnur və Elmir Bakı Dövlət Universitetinin 1, 2 və 3 və 4-cü kursunda oxuyur. Deməli, Səlimədir, Səməddir, Elnurdur, bir də Elmirdir. Bunlar 1-ci, 2-ci, 3-cü, 4-cü kurslardır. Nə deyir burada? Məlumdur ki, Səməd təhsilinin ilk ilində, Elnur isə son ilində deyil. Səməd ilk ilində deyil, Elnur da 4-cü kursda deyil. Sonra nə deyir? Elmir universitetdə Elnuru artıq 3 ildir ki, tanıyır. Elnur 4 olmadığına görə deməli Elmir 4-dür və 3 ildir Elnuru tanıyırsa, Elnur özü 3 ildir gəlir universitetə. Digərlərinə çıxı qoyuruq. 3-cü kursda burada ola bilməz, ola bilməz. Əgər Səməd 1-ci kurs ola bilməzsə, Səməd olur 2-ci kurs, Səlimə də olur 1-ci kurs. Olur deməli 1-ci kurs. Sonra nə deyir burada? Çəki matrisinə görə yönləndirilmiş qrafın A təpəsindən D təpəsinə gedən ən qısa yolunu tapın. Çəkib də tapa bilərik. Belə cədvəldən də baxa bilərik. A-dan D-yə gedən. Məsəl üçün, A-dan D-yə birbaşa var, 16 var da, yox. 16-dan kiçik görək varmı? A-dan keçərik, məsələn, 12, B-yə keçərəm. B-dən D-yə keçərəm, 5, 15, 16, 17, bu bundan çox olacaq. A-dan C-yə keçərik, C-dən D-yə 17, 15, bu daha çoxdur. A-dan E-yə keçərəm, 11, E-dən də D-yə, o da 4, 15. Ən kiçik yol 15-dir. Baxdıq 27-yə. Uyğunluğu müəyyən eləyin. Statik dinamik. Birinci nədir? Kimyəvi birləşmənin formu. Kimyəvi birləşmənin özünü desə, hər hansısa bir kimyəvi birləşmə müəyyən bir vaxt ərzində orada bir belə deyə də dəyişiklik ola bilir. Kimyəvi olaraq birləşir və müəyyən şəkildən şəkilə düşə bilir. Amma burada formulu soruşduğuna görə formul müəyyən bir düsturdur da. Yəni o düstur həmişə hər yerdə istifadə olunur.
bu tip birləşmələri hesablamaq üçün ya birləşdirmək üçün bu formuldan istifadə olunur. Ona görə bu dəyişməzdir, statikdir. Video şəkil, video çəkiliş edən pilotsuz uçan aparat. Aparatın özü modeldir və bu əslində statikdir. Yəni aparatdır da, sadə aparatdır. Amma ki bunu burada heç statikə də aid eləməyimiz, zaman amilinə görə bunu bölməyimiz düzgün gəlmir. Sadə bir bildiyimiz modeldir. Bu zaman amilinə görə bölünmür. Orada təzyiqin dəyişilməsini hesablayan proqram, əgər təzyiq dəyişirsə, o proqramda enmə və qalxmalar görünəcək. Və burada da dəyişikliklər görünəcək, dinamikdir. Gün ərzində nisbi rütubətin dəyişikliyini ifadə edən, yenə nisbi rütubət varsa, burada eniş və qalxış var. Burada da dəyişiklik var. Kitabın mündəricatı, bu da Y variantıdır. Çünki mündəricat dəyişmir, həmişə olduğu kimi qalır. Burada nə deyir? Çəkili qrafda dövrələri müəyyən edərək uzunluqları ilə bir yerdə yazın deyir. Baxalım, bu birinci versiyanı verib, deyir A, B, C, A var. A, B, C, A. Sonra başqa da var. Bir dənə gedərik A-dan B-yə, B-dən C-yə, C-dən D-yə, sonra A-ya gələrik deməli. A, B, C, D, A. Bunların da 4, 5, 7, 4. Bunların da yolun uzunluğu olacaq 20. Sonra gedə bilərik. A-dan başlayaraq C-yə gedərik. C-dən keçərik D-yə, D-dən A-ya gəlib belə qısadan gələrik. Amma ölçü olaraq 22 olacaq. Çünki A-dan C-yə 11 yolun ölçüsü. Sonra bir dəfə də baxaq A-dan B-yə, B-dən C-yə, C-dən E-yə, D-yə və A-ya. Bu da 24-dür yolun ölçüsü. B, C, D, E, A. Bütün şəhərləri keçmiş olduq. Bir dəfə də belə gedərik. A-dan C-yə, C-dən E-yə. E'dən D'yə və A'ya. D'yə və A'ya. Bu olacaq 26. Bir dəfə də D'dən başlasaq. D'dən E'yə gedərik. C'yə və D'yə qayıdarıq. D'dən E'yə, C'yə və D'yə qayıdarıq. Burada da yolun ölçüsü olacaq 18. Bunun özünü də saysaq nümunə kimi verdiklərini. 1, 2, 3, 4, 5, 6 dənə fərqli dövrə tapmış oluruq. 29-a baxsaq, qonşuluq matrisinə görə qraf informasiya modelini qurun. Belə quraq da burada. A şəhərindən hansı şəhərə keçid var? A-dan C-yə keçid var. Sonra A-dan B-yə keçid var. A-dan bir də D-yə keçid var. Sonra B şəhərindən Y-yə keçid var. B-dən F-ə keçid var. Başqa bir də A-ya keçid var öz yerində. C şəhərindən A-ya keçid var. E-yə keçid var. Sonra F-in özünə keçid var. Daha sonra D şəhərindən E şəhərinə də keçid var. D-dən F-ə də keçid var. D-dən A-ya da keçid öz yerində. Və E şəhərindən B-yə keçid oldu, C-yə keçid oldu, D-yə keçid oldu. F şəhərindən B-yə keçid var, C-yə var, D-nin özünə də keçid var. Qraf budur. Burada nə deyir? Deyir A təpəsindən D təpəsinə hər təpədən ən çox bir dəfə keçməklə gedən bütün müxtəlif yollara ağac informasiya modeli ilə ifadə edin. A-dan D-yə keçmək nə deməkdir? Deyir A-dan başlayın, D-də bitirin də, yəni. A-dan başlayıb D-də bitirmək üçün A-dan birinci birbaşa D-yə keçərəm. Bu bir yol. Sonra A-dan keçərəm B-yə. B-dən keçərəm D-yə. B-dən bir dəfə də C-yə keçərəm. C-dən D-yə keçərəm. Bu ikinci yol. Sonra A-dan C-yə keçərəm. C-dən keçərəm B-yə. B-dən D-yə keçərəm. Bir də A-dan C-yə keçərəm. C-dən
birbaşa deyil keçərəm. Bu da 2 yol. Bu da ağacvari forması bunun. Bu qədər.